Soyuq şaxta demədən dənizdə suya baş vururlar. Sosial şəbəkələrdə buna əks etdirən görüntülər yayılır və belə görüntü yayanlar artıb. Bəlkə də bir-birindən həvəslənib qışda dənizdə çimməyə həvəs göstərənlər olur. Bu səbəbdən bu hallar daha çox müşahidə edilir. Qışda dənizə baş vurmaq bir yana, suda dondurma yeyənlər də olur. Adam bunu eşidəndə elə üşütma tutur. Gəlindi, gör soyuq suda o dondurma yeyənlər nələr hiss edir. Maraqlıdır, bu sadəcə cəsarətli addımdır, yoxsa bunu edənlər başqa məqsədlə edir. Bu maraq hardandır? Ən əsası həkimlər nə düşünür? Mütəxəssislər bu addımı necə qiymətləndirir? Qışda soyuq suya girmək, hələ üstəlik dondurma yemək insan səhhətinə necə təsir göstərə bilər? Əməkdaşımız Ülkər Əliyeva həmin üzgüçülərlə də söhbətləşib, həkimlərin rəyini də öyrənib. Baxaq. Dənizdə maraqla keyfi. Soyuq havada buz kimi dənizə girdilər, dondurma yedilər. Bəs kimdir bu qəhrəmanlar? Onlarla bir müddət əvvəl kadrları yayılan Şıxov çimərliyində həmsöhbət olduq. Məlum oldu ki, artıq 4 ildir soyuq şaxta demədən dənizə üz tuturlar. Şaxtalı havada üzmək artıq onların həyat tərzinə çevrilib. Bir-biri ilə sosial şəbəkə vasitəsilə tanış olublar. Onları birləşdirən dənizə olan sevgidir. Bəs bu qeyri-adi hobbi səhhətlərinə necə təsir edir? Mən 4 il